Paşa Construction şirkətində işləmişəm. Mən Funcoil bu sistem var, soyuducu sistem. Mən orada 2000 işçinin içində məni saxladılar. Port Baku Residence. Məsəl üçün, mən sadəcə sizə bunu nəyə deyirəm? Deyirəm ki, yəni, hər hansı bir işdə işləyirsənsə, mükəmməlliyə doğru get. Tənbəllik etmə, mükəmməlsən ol. Sən 120-yə çalış, səni görəcəklər. Mən 120-yə çalışdıqca məni rəhbər görüb 2000 insanı sakraşeniya 4 nəfər, 8 nəfər saxladılar. Onların içində məndim. Və mən də sonda ərizə yazdım ki, mən işdən çıxıram. Və mən çıxandan sonra mənim ştatlığımı ləğv elədilər. Baxasınızsa mən onlara lazımsızmışım. Yəni bu real bir şeydir, yəni olandı, sadəcə belə təsəvvür etdim. Və mən o binadan çıxanda özümə dedim ki, sizdə də bu olacaq, sizə də beyninizə qoyuram ki, belə şeylər edin. Mən o binadan çıxanda söylədim ki, mən Port Bakudan özümə ev alacam və buraya sahib kimi gələcəm. Buraya daha heç vaxt işləmək adı ilə, ona ki, mən özüm imzaladım ki, mən işdən imtina edirəm və çıxıram. Mənə hər kəs orada dedi ki, sən bu qədər maaşla, sən injiner işçisən, bu qədər maaşla çıxa bilməzsən də. Yəni, dedim, mən çıxıram. Mən ikinci işimi apardım. Mən bu işdən çıxıb, o bursa işimi apardım. Siz universitetdən çıxıb, deyirsiniz ki, mən vaxt çatdırmıram. Mən 3 iş paralel aparırdım. Eyni vaxtda. Mən Port Bakuda Construction şirkətində işləyirəm. Mən məhsullar satıram. Tato permanent üçün məhsullar satıram və mən eyni qaydada da tato eləyirəm.